Leyla Hanım, o zaman niye betadine karşısınız? Bir yara varsa ve bu yara 2 həftə və ya daha artıq sağalmırsa, bu artıq xroniki yaradır. Yəni sizin yaranıza bütün həkimlər, hətta sizin ən yaxınlarınız, qonşular belə betadini məsləhət versələr, bundan istifadə etməyiniz doğru deyil. Bəs səbəb niyə? Betadin az öncə dedim axı, bizim dərimizdə olan mikrobları öldürdüyü kimi sağlıqlı bakteriyaları da öldürür. O zaman gözlə görə bilmədiyimiz mikroçatlar yaranır dəridə, dəri səthində. Siz bunu görə bilmirsiniz. Və həmin mikroçatlardan qapı açılır, infeksiya içəri daxil ola bilər və orada olan yaranız daha da ağırlaşa bilər. Səbəbini soruşsaz, orada olan xırda damarları yandırır, mənfi təsir eləyir və orada qan dövranını zəiflədir. Axı biz şəkər xəstəsiyik isə bizdə həm hissiyyat itib, həm də qan dövranı zəifləyib. Əziz şəkər xəstələri, bəs o zaman sizlərdə belə sual yaranır ki, bəs biz nədən istifadə edək? Çox xahiş edirəm, səhifəmi izləyin. Hamınıza yararlı olan məsləhətlər verəcəm. Və bir də bir şey söyləyeyim mi? Mən bu məsləhətləri yatıb və yaxud da düşünüb danışmamışam. Bunlar dünya protokolunda yazılıb və bu Amerikada, Avropada və yara ilə bağlı olan bütün dərgilərdə təsdiqlənib.